Və əməkdaşlıq nəticəsində uşaqlar ünsiyyət inkişaf eləyir. Uşaqlar bir-birlərindən, yəni öyrənmək tək müəllimlə, yadınızda saxlayın ki, müəllimlər, yəni öyrənmək tək müəllimdən olmur. Yəni uşaqlar tək müəllimdən öyrənmirlər. Eləcə yoldaşlarından da öyrənə bilərlər, bir-birlərindən. Əməkdaşlıq nəticəsində, ünsiyyət nəticəsində bir-birlərindən öyrənə bilərlər. Bu da əməkdaşlığın və kommunikasiyanın üstün cəhətləridir. Və bunların da özünə məxsus strategiyaları var, üsulları var. Məsələn, beyin həmləsi, Sokrat dialoqu, karusel, dəyirmi masa və digərləri. İndi bunlar haqqında ayrı-ayrılıqda məlumat verəcəm sizə. Yenə deyirəm, əsasən burada sertifikasiyadır müəllimlər. Bunlara diqqət eləmirsiniz. Nə mənada? Əməkdaşlıq və kommunikasiya hansı strategiyalar, hansı üsullara aiddir? Refleksiya hansı üsullara aiddir? Eləcə miqçilərə də. Sadəcə olaraq şərti olaraq bölgüdür bu. Yəni bunun o qədər ciddi bir mahiyyəti yoxdur. Yəni bunu belə yadda saxlamağın mənası yoxdur. Gəldik beyin həmləsinə. Beyin həmləsi nədir? Nəyə xidmət edir? Müəllimlər, beyin həmləsi bilirsiniz nədir? Bir növ ikinci adı əqli hücumdur. Niyə əqli hücum deyirik? Bax, bunu gündəlik həyatımızda da istifadə edirik. Bax, misal üçün deyirəm, Leyla müəllimə fikirləşir ki, məktəbdə fikirləşir ki, evə gedəndə yemək bişirməliyəm. Deyirəm ki, gedim evə fikrimdə tutub ki, gedim 3 bacı dolması bişirim. Gedir evə görür ki, badımcan var, amma biberlə pomidor yoxdur. Planı təxirə düşürmü? İndi alternativlər axtarmalıdır ki, məsələn, 3 bacı olmasın, badımcandan fərqli məsələn, gətirim badımcan yeməyi bişirim. Nəm qızartmasını eləyim, qovurmasını eləyim. Və yaxud da ki, Kəmalə müəllim görür ki, yemək bişirib, görür ki, bu çörək yoxdur. Hə, neynəsin? Məsələn, mağazinə göndərmə adam yoxdur, özü də getmək istəyirəm, çörək alım. Fikirləşir, çörək yoxdur, gəlin çörəksiz yeyim, yeməyimi. Yollar axtarırdı. Məsələn, çörək olmadan neyə bilərəm? Çörəksiz yeyə bilərəm. Və yaxud da hələ yemək hazırlamayıb fikirləşir ki, mən çörəyə əvəz eləyən bir yemək bişirə bilərəm. Alternativlər axtarır. Məişətdə misal gətirirəm də, daha yadda qalmaqdan ötürü. Alternativlər axtarır. Yəni beyinə bir növ müraciət edirsən də, beyinə həmlə. Həmlə nədir? Müraciət eləmək, düşünmək. Beyin həmləsi budur. Eləcə də məktəbdə də. Məsələn, bir dənə problem qoyursunuz ortaya. Uşaqlara bir dənə sual ətrafında. Hər bu suala, bu problemə hər uşaq bir fikir bildirir. Hər kəs beyninə bir növ müraciət edir, düşünür. Hər öz bir fikrini bildirir. Amma bu beyin həmləsində bir fərqli var ki, uşaqlar daxil, müəllim özü heç kim bir-birinin fikrini belə deyim də müzakirə eləmir. Hamının fikrini qəbul edirsən. Məsələn, ola bilər də biri o qədər də bir dəyərli fikir ilə sürməz problemin həllində. O qədər də mahiyyəti olmaz. Amma sən onu küçümsəmsən də tüklər demiş. Kiçik görmürsən onun fikrini. Onu da qəbul edirsən. Hə, ola bilər, bu da ola bilər ki, uşaqlar növbət dəfə dərsdən çəkinməsinlər də, pisikməsinlər, belə deyim. Bu oldu beyin həmləsi. Uşaqlar bir-birlərinin fikirlərini, fikir bildirmirlər, belə deyim də, dəyərləndirmə yoxdur burada. İcazə vermirlər dəyərləndirməyə. Sonra, növbəti iş üsulumuz Sokrat dialoqudur. Yəni, beyin həmləsi bundan ibarətdir, vəssalam. Dərinə getməyə ehtiyac yoxdur. Növbəti iş üsulumuz Sokrat dialoqudur. Sokrat alim də bilirsiniz, elə onun adından götürüb Sokrat dialoqu qoyublar, bilən iş üsulu. Bunun mahiyyəti nədir? Baxın, müəllim, elə bir ki, müəllim sual verir şagirdlərə. O sualın cavabından təzədən bir dənə sual verir. Bax, elə proses davam edir. Misal üçün, bax, belə bir misal gətirim sizə. Mən sual verirəm ki, bax, tutaq ki, uşaqlar. Deyirəm ki, Azərbaycan paytaxtı haradır? Uşaqlar deyir, Bakı. Aha, indi bu cavab verirlər. Bu cavabdan təzədən bir dənə də sual verirəm. Bakı harada yerləşir? Uşaqlar cavab verir, Xəzər dənizinin sahilində. Aha, Xəzər dənizinin sahili cavabdır. Ondan bir dənə də sual verirəm. Xəzər dənizinin sahilində başqa hansı ölkələr yerləşir? Görürsünüz, cavabdan sual törüyür, cavabdan bu Sokrat dialoqdur. Və proses belə davam edir. Müəllim bundan uşaqların beynini inkişaf etdirmək, biliklərini aktivləşdirmək üçün istifadə edir. Görüm uşaqlar, məsələn, mövzu haqqında nə dərəcədə hansı biliyə sahibdir. Bu da, yəni, təlim-tədris prosesində istifadə olunan iş üsullarından biridir. Bəs yekunda da necə olur? Yekunda da müəllim elə bir sual verir ki, artıq mən indi verdiyim əslində qapalı sual edim. Əsasən açıq sualla başlayırlar. Məsələn, açıq sualla başlayır, yekunda bir dənə elə sual verir ki, qapalı sual. Yəni artıq onun elə bir cavabından sual çıxartmır da, yekunlaşdırır müəllim ki, artıq da yekunlaşsın da bu iş üsulu.
Bu da oldu bizim Sokrat dialoqu. Yəni bir növ bilirsiniz, bu dialoqu alimlik dialoquna bənzədirlər. Yəni sən cavabdan sual doğur da, cavabdan sual doğur. Sən Sokratsan da, alimsən ki, bu dialoqa girirsən. Yəni siz bunu belə başa düşün. Belə əlaqələndirin, daha yaxşı qəşəng yadınızda qalacaq. Sonra gəlirik növbəti iş üsulumuza. Karusel. Karuselin bəlkə də burada bir neçə müəllim bu iş üsulundan istifadə edib. Ən çox məktəblərdə müəllimləri istifadə elədiyi iş üsuludur müəllimlər bu karusel. Bu əsasən birgə öyrənmədir. Uşaqları sinfi aktiv saxlayır. Yadınızda saxlayın. Karusel sinfi aktiv saxlayır. Karusel üsulu nə tər olur? Məsələn, mən karusel iş üsulundan istifadə eləmişəm. Karusel iş üsulunda uşaqları qrupa bölürsünüz müəllimlər, qruplara. Qruplara böləndə onlara tapşırıq verirsiniz. Və uşaqlar o tapşırığı cavablandırandan sonra, hər qrup tapşırıq cavablandırandan sonra bir-bir o vərəqləri öz aralarında ötürürlər karusel formasında. Məsələn, bu qrup yazdığını o biri qrup əlavəsi varsa, əlavə fikri varsa əlavə eləyir, yoxsa görür ehtiyac yoxdur, ötürür o biri qrupa. Vəssalam. Bunu biz ona görə deyirik ki, yəni vərəq şagirdlər arasında dövr edir deyə, karusel bilirsiniz də, bildiyimiz karusel. Oradan götürüblər karuselin adına, bu iş üsuluna. Yaxşı, Həbbə müəllimə, Allah qəbul eləsin. Hə, iş üsulunun adını oradan götürüblər. Bildiyimiz o karuseldən götürüblər. Yəni vərəq, iş vərəqi şagirdlər arasında karusel formasında fırlanır. Şagirdlər bir növ bilirsiniz, həm də bir-birlərinin fikirlərinə məsələn dəyərləndirirlər, mühakimə yürüdürlər, əlavələr edirlər axı. Məsələn, deyirəm ki, lazım gəlirsə əlavə edirlər, lazım deyilsə, ehtiyac yoxsa ötürürlər. Bu oldu bizim karuselimiz. Vəssalam. Vəssalam. Bir də var dəyirmi masa. Dəyirmi masa bir növ oxşayır karusellə. Dəyirmi masanın fərqi bilirsiniz nədir? Dəyirmi masada qruplar var, tapşırığın verilməsi var. Amma dəyirmi masada heç kim bir-birinin fikrini mühakimə eləmir. Dəyərləndirmə yoxdur, icazə vermirlər. Bir növ o beyin həvəsindəki kimi müəllimlər. Dəyərləndirmə, mühakimə etmək yox idi. Heç kim bir-birinin fikrini mühakimə eləmirdi. Bax, dəyirmi masada onun kimi. Məsələn, burada da qruplara bölünür, tapşırıqlar verilir. Hər kəs öz fikrini yazır, hər qrup öz fikrini yazır və yekunda hər qrup öz yazdıqları tapşırığı yüksək səslə nümayiş etdirir. Burada yüksək səslə nümayiş etdirmək də var dəyirmi masada. Bir də heç bir qrupu mühakimə eləmir. Yazdıqlarına, yazdığı tapşırığa görə mühakimə eləmir. Bu da dəyirmi masamızdır. Sonra gəlirik düşün, cütləş, paylaş. Adından göründüyü kimi düşün. Düşünən adam tək düşünür. Şagird tək düşündü. Adlarına uyğun mahiyyətini tapmaq asaddır bu iş üsullarına. Ümumiyyətlə, tək iş üsulu yox, kurikulum da elədir. Çoxunun adına uyğun mahiyyəti eynidir. Rahat tapmaq olur. Diqqət edirsiniz, vəssalam. Düşün, cütləş, paylaş. Burada nədir? Düşünürəm, tək düşünürəm. Müəllim bir dənə sual verib, mən o sual ətrafında düşündüm. O sual ətrafında düşündən sonra gedirəm bir dənə şagirddən fikrimi paylaşıram. Cütləşirəm. Bir dənə şagirdlə cütləşmə baş verdi. Yoldaşımla, şagird yoldaşımla fikrimi paylaşdım bir nəfərlə. Burada cütləşmə baş verdi. Sonra növbəti mərhələdə cütlərlə iş bitir. Artıq şagirdlər gedirlər fikirlərini bölüşmə mərhələsinə. Kiçik qruplarda, bax böyük yox. Artıq yəni 2 nəfər, bu 2 nəfər cüt idi. Gedirlər daha kiçik qrupa, fikirləri bölüşürlər. Oldu mu bölüşmə mərhələsi? Yekunda bütün siniflə paylaş var. Artıq siniflə sən fikrini paylaşırsınız, siz fikrinizi paylaşırsınız bir-birinizdən. Müzakirə aparırsınız. Bu da oldu paylaşma. Deməli, düşündə tək başladı, şagird mövzuyla bağlı müəllim sual verdi. Şagird başladı fərdi şəkildə tək düşündü. Sonra gedir digər yoldaşı ilə bunu paylaşır, yəni cütləşmə mərhələsində, ikinci mərhələ cütləşmə. Üçüncü, cütlərlə iş bölüşmə mərhələsinə gəlir çatır kiçik qruplarda diqqət edirik və yekunda da paylaş, bütün siniflə müzakirəyə başlayırsan. Paylaşma mərhələsində bütün siniflə müzakirənin başlanmasıdır. Bu da oldu bizim düşün, cütləş və paylaş iş üsulumuz. Daha sonra gəlirik nəyə?
Gəlirik müəllimlər müzakirə xəritəsində. Müzakirə xəritəsində müəllimlər müzakirə var. Adından göründüyü kimi bir dənə bunun fərqi odur ki, xəritə formasındadır. Xəritə formasında. Hər az burada da hər birində görürsüz çoxunda problem ortaya qoyur müəllim. Sual ortaya qoyur. Sadəcə biraz gedişat fərqlidir. Bu iş üsulları bilirsiniz bizə nə üçün lazımdır da müəllimlər? Yəqin ki, bunu müəllim sinifdə tətbiq edir. Uşaqlara dərs maraqlı olsun deyə. Bu üsullardan birini seçib, məsələn, sinifdə siz tətbiq edə bilərsiniz. Müəllim olaraq, baxın, görün hansı xoşunuza gəlir, hansı sizin sinif mühitinizə uyğundur, onu tətbiq edə bilərsiniz sinifdə. Misal üçün, bu müzakirə xəritəsində yenə bir dənə problem ortaya qoyulur. Şagirdlər bunu müzakirə edirlər və müzakirədə, məsələn, diaqram üzərində, bax, bu diaqramdır və ya xəritə formasına salırlar müzakirəni. Təşkil edirlər bu formada. Bu da oldu bizim müzakirə xəritəmiz. Aha, sonra gedişat digərlərindən eynidir. Ona görə heç bunu oxumadım bu hissəni. Əsas burada mahiyət müzakirənin aparılmasıdır, fərziyyələrin irəli sürülməsi və bir də xəritə formasında müzakirənin təşkil olunmasıdır. Diaqram və yaxud da xəritə şəklində. Aha, sonra gəlirik ziqzaq. Ziqzaq nədir müəllimlər? Ziqzaqa. Ziqzaq deyir ki, böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsənilməsi. Bu nə deməkdir? Böyük mətnin qısa zamanda. İzahatını verirəm. Ədəbiyyat dərsi. Bunu ən çox ədəbiyyat müəllimləri tətbiq edirlər dərslərində. Ədəbiyyat dərsidir, bir dənə böyük əsərdir. Misal üçün, olsun bir 30 səhifəlik, 40 səhifəlik bir əsər. Bunu məsələn, hamı bir nəfər bir-bir oxutmaq olmayacaq, vaxt çatmayacaq. Müəllim bilirsiniz nə edir? Uşaqları qruplara bölür. Qruplara bölür. Buna doğma qruplar deyirlər. İlkin qrup doğma qrup olur. Sonra bu qruplar arası təzən bir də qruplara bölünür. Nətər? Məsəl üçün, 4 dənə qrupa bölünmüşük. Bu qruplar öz arasında, məsələn, hər qrupda 4 nəfər var. Öz aralarında sayırlar. 1, 2, 3, 4. Birlər təzdən bir qrupa toplaşır. İkilər bir qrupa, üçlər bir qrupa, dördlər bir qrupa. Təzdən, məsələn, qrupdan qrup doğur. Yeni qrup doğdu. Və müəllim deyir ki, uşaqlar, indi əsəri belə deyir. Deyir, uşaqlar, 1-ci səhifədən 5-ci səhifəyə kimi bir qrup oxusun. 5-ci səhifədən 10-cu səhifəyə kimi bir qrup, ondan 15-ə kimi bir qrup, 15-dən 20-yə kimi bir qrup oxusun. Misal üçün də 20 səhifəli olsun. Misal üçün bölürəm də bu səhifələri. Hə, uşaqlar, məsələn, artıq hər qrup, belə deyim də, həmin əsər haqqında məlumatlı olur və yekunda oxuyandan sonra əsəri, yekunda birləşirlər, o birinci qeyd etdikləri qrup var idi, doğma qrup. O doğma qrupda birləşirlər və hər qrupda əsər haqqında məlumatlı olan bir dənə şagird olur. Və bir dənə də şagird öz şagird yoldaşları ilə onu paylaşır. Məsələn, tapşırıq müəllim verəndə artıq digər şagird yoldaşlarına dəstək olur, həmin tapşırığı yerinə yetirə bilirlər. Yəni müəllim elə qurur ki, sistemi artıq bütün qrup, yəni bir nəfər də olsa, bütün qrupda bir nəfər də olsa, həmin tapşırıq haqqında məlumatlı olur. Bu da ziqzaq, yəni artıq böyük mətnin, belə deyim də, qısa zamanda şagirdlərə mənimsətmiş olur müəllim. Bu üsulla mənimsədir. Bu da olur bizim ziqzaq üsulumuz. Sonra gəlirik hansı iş üsulumuza? Akvarium. İndi akvariumda dayanan birinci müəllimlər sizin fikrinizi alın. Belə gedişat necədir? Dərs üsullar sizə rahat gəlirmi? Yəni bunlar nə üçün lazımdır? Sizin sinifdə uşaqları tətbiq eləmək üçün lazımdır. Elə bir ki, məsələn, mən deyirəm, siz yanınızda saxlayın ki, mən bu üsulu uşaqlara tətbiq eləyə bilərəm. Bu yadda qalan bir şeydir. Və yaxud da deyirsiniz ki, bu üsul heç mənası yoxdur, heç bunu tətbiq eləməyə ehtiyac yoxdur. Nəsə üsullar rahat gəlir sizə? Gedişat, açar sözləri deyirəm sizə. Çox rahat gəldi müəllimə. Nə gözəl Kəmalə müəllimə. Aha, əla. Siz elə deyəndə inanırsınız, o qədər sevinirəm. Özümə bir motivasiyalanam, ürəyim sevinir. Allah olsun oğlum. Aha, nə gözəl, çox gözəl. Əsas ki, başa düşürsünüz. İndi gəlirəm növbəti iş üsuluna. Məsələn, akvarium iş üsulunu Kəmalə müəllim deyir ki, mən bunu sinifdə tətbiq eləyəcəm. Necə tətbiq eləyəcək? Akvariumda adını götürüblər, bu elə akvarium var, balıq akvariumu. Oradan götürüblər. Bənzətməyə baxın. Elə bir qıraqda, iki dənə qrup olur müəllimlər akvariumda. Qıraqda belə bir ki, akvarium şüşəsidir. İçəridəki elə bir ki, qrupda balıqlarıdır. Belə başa düşürün. Qıraqda baxın, belə burada iki dənə bax qrup veriblər. Bir qıraqda duran qrup var, bir də ortada qrup var. Akvariuma bəzər. Qırağı elə bir şüşədir, içəridəki də balıqlardır. Bunu belə canlandırın.
Baxın, içəridəki qrupda, bax bu qrupda müzakirə gedir. Bu qıraqdakılar bax bu qıraqdakılar da onları dinləyir. Bax müdaxilə eləmir. Heç bir müdaxilə eləmir. Sadəcə içəridəkilərin müzakirəsini dinləyir, qulaq asır. Səbirlə qulaq assınlar. Məsələn, bir dənə də istiqamət fasilitator müəllim olur. Müəllim də ola bilər, şagirddən birini seçə bilərsiniz. Ola bilər ki, məsələn, bütün uşaqları aktiv saxlamaq istəyirsinizsə, istəyirsiniz ki, qıraqdakılar da iştirak eləsin də. Yerini dəyişərsiniz. Misal üçün deyirəm, bu uşaqla, bu şagirdin yerini dəyiş. Denə sən gəl ortadakı qrupa, sən git qıraqdakı qrupa. Ki onlar da iştirak eləsin də, fəal olsunlar. Bu da olur bizim akvariumumuz. Vəssalam. Akvarium üstündə də bundan istifadə olunur. Yoldaş qiymətləndirilməsi var burada akvariumda. Şagirdlərin, məsələn, qıraqdakılar içəridəkiləri dinləyirlər. Sonra yer dəyişmə də eləyə bilərsiniz, yenə deyirəm. Qeydlər götürürlər içəridəkilərin müzakirəsindən, qeydlər. Amma müdaxilə eləmirlər Yəni müdaxilə yoxdur akvariumda. Bir də var müəllimlər, auksion. Auksion bilirsiniz nədir? Hərrac. Hərrac bilirsiniz nədir? Satışa nəsə bir dəyəri, bir tarixi bir şey hərraca çıxardırlar. Sonda hər kəs bir qiymət deyir. Hər kəs o əlində alır. Necə? Satışa da mənim, satışa. Ay, sağ ol. Bəli, satış, bir növ satış. Bəli müəllim, auksion. Bu auksionu elə başa düşün. Satış. Biri satır müəllim. Nətər satır? Deyim nətər satır. Müəllim bir dənə mövzu qoyur ortaya, bir dənə söz atır. Hər kəs, hər uşaq o mövzuya cavab verir. Misal üçün mən deyirəm ki, auksiyona uyğun. Misal üçün nə deyim? Biliklərin satılması. Müəllim deyir ki, AXC-nin gördüyü işlər. Bax, müəllim bir dənə bu sualı verdi. Hər uşaq əlini qaldırır, məsələn, biri deyir parlamentə yaradır. Biri deyir Sürengi bayraq onun dövründə qəbul olunub. Məsələn, biri deyir ki, hər kəs bir fikir irəli sürür. Uşaqlar da düzgün cavablar, fikir yox, sualı cavablandırır. Və yekunda deyən, bir də onu deyim ki, o cavablandırmada təkrar cavab olmamalıdır. Yəni biri digərinin cavabını təkrar deməməlidir. Yekunda qiymət qoyan bir növ beləndə yekunda cavablandıran qalibdir. Çünki ən çox o cavablandırmış olur da, ondan başqa artıq heç kim cavab verə bilmir. Ona görə yekunda cavab verən qalib olur auksionda. Bunu ən çox ibtidai sinif müəllimləri tətbiq edir, orada daha çox uşaqlara maraqlı gəlir. Qoy sonda görüm kim cavab verəcək. Ondan başqa heç kim cavab vermir sonda. O demək artıq yekunda əlini qaldırana, qiymət qoyana da biri satır müəllim, belə deyim. Satışı yekunlaşdırır. Bu da oldu bizim hansı iş üsulumuz? Auksion iş üsulumuz. Sonra biliklərin, siz demir, satışa çıxarılması. Bəli, satışa çıxarılması oldu. Sonra auksionda bu qədər müəllimlər, çox da danışıb başınızı yormaq istəmirəm. Hər biri haqqında aydın 3-4 cümlə deyəcəm ki, yorucu olmasın. Bir də var müəllimlər, qartopu texnikası. Bu qartopu texnikası sizə yad olmayacaq. Bunu bir növ bayaq düşün, cütləş, paylaşdır dedik. Ondan oxşardır bir növ bu qartopu texnikası. Qartopu texnikasında da necə gedir proseslər? Burada da, məsələn, şagird tək özü fikirləşir. Burada da elədir. Burada sadəcə, məsələn, cütlərlə, sonra 2 cüt gedir, 4 cütlə birləşir, 4 gedir, 8 nəfər olur, sayı var da, söhbət daha da böyüyür. Burada həm qartopu texnikasında müəllimlər, qrup daha böyüyür. Qrup daha geniş alanını əhatə edir qartopu texnikası. Yenə deyirəm, burada da düşün cütləş, paylaşılan bir növ eynidir. Amma məsələn, düşün cütləş, paylaşda fikir paylaşılır. Qartopu texnikasında fikir böyüyür. Bunu bir yadda saxlayın, açar söz olaraq. Qartopu texnikasında fikrimiz böyüyür, adından qartopudan götürürlər də. Məsələn, qartopunu Qartopu texnikası deməli dedim ki, necə oldu? Məsələn, balaca bir qartopu götürdük, o qartopunu dilə böyütdük, oldu böyük bir qartopu. Bu da olur qartopu texnikası. Yəni qartopu texnikasında düşün cütləş paylaşdan fərqi odur ki, burada fikir böyüyür, amma düşün cütlə paylaşdığı şey fikir paylaşılır. Bu da oldu bizim qartopu texnikamız. Sonra gəlir müəllimlər sinif küncləri. Sinif küncləri necədir? Sinif küncləri də maraqlıdır. Bunu istifadə edə bilərsiniz müəllimlər.
Məsələn, necə istifadə edə bilərsiniz? Sinif künclərində də qruplar ayırırsınız. Məsələn, uşaqları qruplara ayıra bilərsiniz. Künclərə siz yazarsınız ki, məsələn, bir dənə mövzu qoyarsınız ortaya, mövzu. Hər hansı bir problemi deyim, mövzumu deyim. Məsələn, küncün birinə yazarsınız razıyam, birinə razı deyiləm, birinə də əmin deyiləm. Yazıb qoyursunuz künclərə. Sinifin künclərindən gedir söhbət. Yazıb qoyursunuz. Məsələn, uşaqlar razı olanlar fikirlə bağlı. Razı olanlar gedirlər razı olduqları küncə, razı deyiləm küncünə gedirlər. Hər dəfə sinif aktiv qalır da, uşaqlar bir növ orada hərəkətdə olurlar. Bax, o üsulunda. Bu da sinif küncləridir. Uşaqlar da bir növ həm əylənirlər, amma sinifdə xaos çox yaradır da. Bəs əsasında sinifdə uşaq çox olanda daha zoyub uşaqlar hamı ayaq üstə olur, gəzirlər sinifdə. Mişat Müəllimə bağışlayın bir söz deyim. Bu mənə maraqlı gəldi. Hə. STEM dərsində bunu keçə bilərəm uşaqlara Hə, edə əylənmək bilərsiniz. üçün. Məsələn, siz öz Yəni, ixtisasınızla müəllim bağlı. burada bəs uşaqlar hardan bilir ki, razıyam hansıdır, əmin deyiləm Qruplara hansıdır, hansı küncə yazıb künclərdir? qoyursunuz. Küncə kağıza yazırsınız ki, uşaqlar bax o künc razı olanlar mövzuna Hə. bağlı mövzu Yəni götürəcəksiniz. deməliyəm də, uşaqlar Deyəsiz. bilməlidir Bəli, onu. deməlisiniz ki, lap elə yazın qoyundur. Məsələn, kağıza yazın qoyun ki, bu küncə razı olanlar gedəcək, bu küncə razı olmayanlar gedəcək, fikirlə bağlı ya mövzuyla bağlı. Bu fikrə də Hə, əmin olmayanlar, sual verəcəksiniz və yaxud da sualla razı olanlar, razı olmayanlar və yaxud da ki, əmin olmayanlar. Elə yerlərini dəyişə bilər. Hezadə eləmək olar, bəli, idman zalında ola bilər, aktiv saxlaya bilərsiniz uşaqları. Başa düşdüm müəllimə, Bəli. çox sağ olun. Bu da qəşəng üsuldur, maraqlıdır. Sinifdə bəli çox səs-küy yaradır, amma idman zalında bəli tətbiq eləmək olar bu üsulu. Maraqlı üsuludur. Məsələn, mən kiməm də maraqlı üsuldur. Bu da tətbiq edə bilərsiniz. Müəllimlər çox qəşəngdir. Birisi bu nətərdir? Uşağın alnına məsələn nəsə yazırsınız, bir olsun öz ixtisasınızla bağlı olsun. Misal üçün ki, idman müəllimsiniz də. İdmanla bağlı idmançı şəxsin adını yaza bilərsiniz, yaxud da idman növünün adını yaza bilərsiniz kağıza. Yazırsınız, yapışdırırsınız bir uşağın alnına. Uşağın xəbəri olmur ha, onun alnına yazıb yapışdırmısınız. Və yaxud da ki, tarix müəllimləri. Bir dənə tarix şəxsiyyətinin adını yazırlar kağıza, yapışdırırsınız uşağın alnına. O uşağın xəbəri olmur ki, onun alnına nə yazmısınız. Amma digər uşaqlar görür. Məsələn, o uşaq alnına kağız yapışdırırlar uşaq. Digər yoldaşlarına sual verir ki, nəsəm, ona görə müəllimimdir. Məsələn, deyir mən tarix şəxsiyyətəm və yaxud da mən yazıçıyam, mən sual verir də. Uşaqlar deyir ki, hə, təxminən ki, hə, yazıçısan və yaxud tarix şəxsiyyətsən, hə, deyir. Və yaxud da deyir mənim hansı işlərim olub, öz işlərindən deyir. Məsələn, mən döyüşlərdə iştirak eləmişəm və yaxud da yenə deyirəm, idmanla bağlısa, tutaq ki, voleybol yazarsınız. Mən hansı idman növüyəm? Məsələn, uşaq deyər ki, mənim qrupumda, idman növündə 6 nəfər oynayır. Məsələn, uşaq deyəcək ki, hə, məsələn, sənin müəllim voleybol idman, mən idman növüyəm, yaxud da mən idmançıyam. Uşaqlar deyəcəklər ki, tutaq ki də, hansıyam? Yəni idmançısan. Yəni uşaqlara sual verirlər, uşaqlar onun həmin şəxs alnına yazılan, yazı yazılan şəxs bax burada göstərilib. Alnına yazı yazılıbdır. Bu da uşaqlara sual verir ki, yəni özün kim olduğunu müəyyənləşdirməkdən ötürü uşaqlara sual verirlər. Bu həm digər uşaqların biliyini müəllim müşahidə edir ki, görüm uşaqlar nə bilir bu haqqda. Digər uşaqlar bildiklərini ortaya qoyurlar. Həm də elə bu şəxs özü də həmin uşaq da özü də öz biliklərini ortaya qoyur, həm də maraqlı olur, əyləncəli olur. Yəni uşaq yenə deyirəm, özü bilmir kimdir, qıraqdakılara sual verəcək, yəni mən kiməm təyinləşdirir. Verdiyi suallar əsasında müəyyənləşdirir ki, yekunda bu kimdir, kim olduğunu. Yəni mənim tutaq ki, alnıma yazıb Nadir Şah, yaxud da mənim alnıma yazıb Şah Abbas. Hə, və yaxud da mənim alnıma yazıb ki, voleybolçu, nə idman kimi deyirəm. Hə, bu da yəni olur mən kiməm müəyyənləşdirməkdir. Bu üsulu, bu da maraqlıdır. Bunu da tətbiq edə bilərsiniz sinifdə uşaqlarla. Sonra növbəti üsulumuz debatdır. Debatı müəllimlər çoxlarınız bilirsiniz, yəni rahatdır. Debatda nədir? Dəqiqə qələmi götürüm. Hə. Debat üsulunda da yenə qruplara bölünür. Bu qrupdan bir tərəf, məsələn, bir dənə mövzu olur, mövzu qoyuruq ortaya. Bu mövzunun, misal üçün deyim, məsələn, ağacların kəsilməsi ilə bağlı bir müzakirə olsun. Burada mən iştirak eləmişəm, onu deyirəm bu debatda. Ağacların kəsilməsi ilə bağlı bir debat olsun. Məsələn, bir qrup uşaq bunu təsdiq eləyəcək ki, hə, ağaclar kəsilsin. Fikirlərini təsdiqləyərək, nəyə görə kəsilsin, nə üçün lazımdır bu ağaclar bizə. Bir qrupda deyəcək ki, yox, inkar edəcək ki, kəsilməsin. Yəni, 2 qrupa bölünür və qruplar öz fikirlərini, hər kəs öz fikirlərini
bildirirlər. Əsaslandırılmış şəkildə bildirirlər. Məsəl üçün bir qrup deyəcək ki, mən istəyirəm yəni kəsilməkdən, ona görə razı istəyirik ki, məsələn, bəs bu məktəb materialları olsun, stuldur, bunlar nədən hazırlanır? Ona görə taxta materiallar lazım olduğu üçün, məsəl üçün ağacların kəsilməyə ehtiyacı var da, kəsilməlidir, istifadə etməliyik ağacdan. Bir qrupda deyir ki, yox, mən bundan qəti narazıyam, çünki ağacların kəsilməsi bizdə oksigen azlığı yaradır, təbiətimizi korlayır. Məsələn, bir qrupda bu istiqamətdə gedir də. Bir digərinin birinin fikrini təksib edir, inkar edir. Amma diqqət etmək lazımdır ki, bu debatda qarşı tərəf iki qrup bir-birinə hörmətlə yanaşsın. Biri digərini təhqir eləməsin, küçümsəməsin və fikrini irəli sürməkdən ötürü yalan fərziyyələr irəli sürməsin. Yəni əsaslanmış fərziyyələr irəli sürməlidir. Əsaslanmış fikirlər daha doğrusu irəli sürməlidir debatda. Bu da oldu bizim debat iş üsulumuz. Sonra debat iş üsulundan da istifadə edə bilərsiniz. Hər hansı bir mövzu ortaya qoyarsınız, uşaqları iki qrupa bölərsiniz. Bundan istifadə edə bilərsiniz. Bu da maraqlıdır. Sonra aha, başqa nə? Başqa, vsyo. İndi gəlir refleksiya və strategiyalar. Bu refleksiya nədir müəllimlər? Refleksiya əsasən bu iş üsulları sonda aparılır. Sonda aparılan bir iş üsuludur. Məsələn, şagird sonda nə öyrəndiyi, necə öyrəndiyi, başqa nələr öyrənə bilər, nə əldə edə bilər. Bu kimi məlumatlar refleksiyadır. Yəni dərsin sonunda bir növ əldə eləmiş olur. Və məsələn, refleksiyanın da içərisində hansı üsullar var? Baxırıq, məsələn, Sinkfein var, anlayışın çıxarılması, BİBÖ. İndi gəlin onun haqqında adını çəkmirəm, gəlin onun haqqında danışaq. Bir-bir ayıraq da danışaq bunlar haqqında. Məsələn, Sinkfein. Baxın, Sinkfein nədir? Adı biraz qəribədir, qələmim bitdi. Adı biraz qəribədir Sinkfeində. Amma Sinkfeində özü adı mənası beşlik deməkdir. Adının mənası beşlik deməkdir. Bu üsulda ən çox da yenə deyirəm, ədəbiyyat müəllimləri daha çox istifadə edirlər bu üsuldan, belə deyim də. Bu üsulda bir növ fikri qısa lakonik ifadə eləməkdən lazımdır. Sinkfein, lakonik, qısa ifadə eləməkdən ötürü. Məsələn, bir dənə burada necədir? Bir dənə isim, tapdım qələmimi. Bir dənə, bax, deyir, isim verir. Mən o isimə uyğun 2 dənə sifət, indi zatını verəcəm, narahat olmayın. Ona uyğun 3 dənə feil, ona uyğun 4 dənə söz, bir dənə isim. Burada nədir? Bax, bir dənə isim nədir? Mövzuya uyğun, mövzum olsun müəllim. Mən müəllim götürürəm, Sinkfeyindən. Mövzu oldu müəllim, isimdir mi müəllim? Bu müəllim sözünə uyğun mən 2 dənə sifət işlədəcəm. Misal, fikrimi yenə deyirəm də, hər hansı mövzunu fikri lakonik ifadə eləməkdən ötürü istifadə olunur. Üsuldur da, iş üsuludur. Yəni, belə deyim. Məsələn, o müəllimə uyğun 2 dənə sifət istifadə edəcəm. Səbirli, qayğıkeş. Sifətdirmi? Səbirli necə, qayğıkeş. Sonra ona uyğun 3 dənə feil istifadə edəcəm. Müəllim sözünə uyğun 3 dənə feil. Məsələn, öyrədir, qiymətləndirir, istiqamətləndirir. Feil də bunlar hamısı. 3 dənə feil. Və ona uyğun 4 dənə sözün ibarət bir dənə cümlə işlədəcəm. Misal üçün, cümlə işlədim, nə işlədim? Deyim ki, məsələn, şagirdlərə yol göstərir. Mənim şagirdlərə yol göstərir. Oldu mu bir dənə cümlə? 4 sözdən ibarət bir dənə cümlə. Sonda bir dənə isim deyirəm, ümumiləşdirirəm də. Ümumiləşdirirəm, deyirəm ki, buna nə deyim? Maarifçi, maarifçidir. Bax, o fikri hamısını ümumiləşdirib, bir isimdən ifadə edib, dedim maarifçidir. Bu da oldu bizim Sinkfein iş üsulu. Bunu heç o vaxt çox vaxt istifadə eləmirlər, məlumatınız olsun da bu iş üsulundan. Müəllimsiz, bilək də. Bizə nə gedir ki, öyrənməyimizin nə ziyanı var ki? Sonra gəlirik müəllimlər, anlayışın çıxarılması. Bax, keçən səfər sizə klaster öyrətdim ha. Bax, bu klasterin tərsi də anlayışın çıxarılmasıdır. Klaster. Klasterdə ortada yazırdıq. Ortada hər hansı bir əşya mı deyim, şəxs mi deyim, adını yazırdıq. Qıraqlara da onun haqqında məlumatlar yazırdıq. Xatırlayırdıq da onun haqqında. Məsələn, mən Heydər Əliyev misal gətirdim. Heydər Əliyev haqqında məlumatları da qırağa yazırdıq ki, tutaq ki, nə vaxtdan olub, nə vaxt hakimiyyətə gəlib, hansı işləri görüb, bunları qıraqlara yazırdıq. Bu oldu klaster. Anlayışın çıxarılması bunun tərsidir. Anlayışın çıxarılmasında bunun tərsində olacaq. Necə yəni? Baxın, deyil, burada yazılıb. Qıraqlara görürsünüz, adlar yazıb, meyvə adları. Çiyələk yazıb, qarpız yazıb, moruq yazıb, böyürtgən yazıb. Bu, indi ümumiləşdiririk, görək bunlar nədir? Anlayış çıxardırıq da. Bunlar meyvədir. Böyürtgəndir, çiyələkdir, qarpız da, moruq da meyvədir. Ümumiləşdirdikmi? Yazıram, tutaq ki, ortaya meyvə. Bu da anlayış çıxardırıq.
bir neçə, məsələn, müəllim bizə bir neçə suallar verir. Bu suallarda biz də ümumiləşdirib bir dənə anlayış çıxardırıq. Bu da olur anlayışın çıxarılması. Vəssalam. Bir növ klasterin tərsi. Klasterində öyrənmişdiniz ha. Anlayışın çıxarılması da onun əksidir. Əksi. Aha. Sonra gəlirik müəllimlər BİBÖ-yə. BİBÖ nədir? BİBÖ-də bundan da istifadə edə bilərsiniz müəllimlər. Deyim necə? Bu da yaxşı üsuldur. Bunu həm diaqnostik qiymətləndirmədə istifadə etmək olar müəllimlər. Həm də elə, məsələn, dərs yekunda da istifadə etmək olar bunu BİBÖ-dən. BİBÖ-də nədir? ABA hərfləridir. Bilirəm, istəyirəm, biləm, öyrəndim. BİBÖ-də müəllim bir dənə mövzunu təqdim edir uşaqlara, şagirdlərə. İlk öncə deyək ki, uşaqlar, bu mövzu haqqında nəsə bilirsiniz, bildikləriniz nəsə var? Uşaqlar, məsələn, hələ müəllim mövzunu keçməyib də. Sadəcə, məsələn, bu mövzu haqqında nə qədər bildikləri, nə məlumatlar var, uşaqlardan soruşur. Nəsə soruşa bilərsiniz. Misal üçün, müəllim voleybolu keçirsiniz. Əvvəlcə soruşursunuz ki, uşaqlar, voleybol haqqında nə bilirsiniz? Bildiklərinizi deyin. Bax, belə bir cədvəl çəkirsiniz. Burada olduğu kimi bir dənə cədvəl çəkirsiniz lövhəyə. Uşaqlar bildiklərini deyir, siz həmin bilirəm sizə alt-alta yazırsınız. Bilirəm sizəsinə yazırsınız. Sonra siz mövzunu, voleybolu keçirsiniz, artıq daha əhatəli keçirsiniz də, uşaqların bilmədiyi şeylər oldu. Aha. Sonra məsələn deyirsiniz ki, uşaqlar, indi başqa nə öyrənmək istəyirsiniz voleybol haqqında? Onu da bura qeyd edirsiniz. Uşaqlar da deyir ki, məsələn, hər bir fikir irəli sürür də, istəyirəm bunu biləm, bunun haqqında suallar verəcək, mən bunu da bilmək istəyirəm, bunu da vermək istəyirəm ki, bu nədir, bu nədir? Suallar verəcəklər. İstəyirəm, biləm. Hə. Yekunda da müəllim deyir ki, uşaqlara, yekunda deyir, indi voleybol haqqında nə öyrəndiniz? Öyrəndiklərini də bir belə alt-alta yazırsınız. Öyrəndim hissəsində də bunu yazırsınız. Vəssalam, BİBÖ baş hərfləri. Bilirəm, İstəyirəm, biləm, öyrəndim. Və bunu həm diaqnostik qiymətləndirmə, həm də ki, yekunda da refleksiya kimi də istifadə edə bilərsiniz BİBÖ-dən. Bu da belə. Vəssalam. BİBÖ-də bu qədərdir. Sonra və həm də onu deyim ki, müəllimlər, BİBÖ 1:45 dəqiqəni əhatə etməyə də bilər. Yəni, bunu yadda saxlayırıq. Onlar testdə qarşımıza çıxar. Sonra gəlirik nəyi? 3-2-1 üsuluna. 3-2-1 usulu. 3-2-1 usulu müəllimlər nədir? Bu da refleksiyadır. Dərs sonunda əsasına aparılır. Məsələn, müəllimlər mövzunu keçdiniz. Mövzunu keçəndən sonra Leyla müəllim uşaqlara müraciət edir. Deyir, uşaqlar, indi mənə deyin görüm. Dərsin yekunudur. Dərsin nə deyirəm, zəngi vurmağına az qalıb da. Deyirsiniz ki, mənə indi 3 dənə öyrəndiyiniz məlumatı yazın mövzumuz haqqında. 3 dənə öyrəndiyiniz məlumatı yazın. Bax, bu 3 o 3-dür. Öyrəndiyim məlumatı yazıram. Sonra bu 2 nədir? 2 sizə maraqlı gələn 2 dənə məqamı qeyd edin mövzumuz haqqında. Maraqlı gələn. Bir dənə də sual verin. Bir dənə də sual. Deməli, 3 dənə öyrəndiyimi yazacağam mövzu haqqında. 2 dənə maraqlı gələn məqamı qeyd edəcəm. Məsələn, bu mövzu haqqında mənə nə maraqlı gəldi? Bir dənə də mən sual qoyacağam. Sualımı verəcəm müəllimə. Bu da oldu 3-2-1 üsulu. Yəni də refleksiyası dərsin sonunda aparılır. Vəssalam, adından göründüyü kimi. Sonrakı insert metodudur. Insert metodu müəllimlər işarələr sistemidir. Deyim də açılışı. Baş hərfi, yəni insert işarələr sistemidir. Deyək ki, burada işarələr var. Bu işarələrdən istifadə edəcəyik. Necə istifadə edəcəyik? Burada da mövzunu müəllim uşaqlara təqdim edir. Deyir uşaqlar, hələ keçməyib də mövzunu. Deyir uşaqlar, bax bu mövzu haqqında birinci öz bildiklərinizi qeyd edin, bir növ belə deyir də. Amma narahat olmayın, bax faydalı işlər, narahat olmayın, səhv də bilə bilərsiniz, bunu deyir. Yekunda dərsə keçəndən sonra düzəliş eləyəcəm. Düzəlişi də bu işarələrlə eləyəcəyik. Misal üçün, dərsi keçdi, dərsə keçəndə, məsələn, uşaq görür ki, məsələn, əvvəlki bildiyinə müəllim keçdiyini üstə düşür. Hə, düz qeyd eləmişəm. Bax, bu işarəni qoyur. Və yaxud da sonra görür ki, məsələn, əvvəl bildiyi ilə indi müəllim keçdiyi şey görür ki, yox, səhv yazıb və səhv qeyd aparıb, çıxaq işarəsi qoyur, bu işarədən istifadə eləyir. İnsert işarə sistemində ona görə işarələrdən istifadə edirik. Sonra müəllim deyir ki, məsələn, sizə təzə gəlirsə, indi öyrənmişsinizsə, təzə gəlirsə, buna plus işarəsi qoyun bu mövzu haqqında. Sonra sual işarəsi nədir? Haqqında deyir, əlavə məlumat almaq istədiyin məsələ varsa, qarşısına müvafiq işarə. Məsələn, işarə qoyursan ki, bu mən haqqında məlumat almaq istəyirəm əlavə, mənə aydın olmayıb da. Bu da oldu bizim insert işarələr sistemi. Insert işarələr. Ancaq yəni işarələr hansı deyəcək? Insert metodu. Bunu belə yadımızda saxlayırıq. Yəni bu işarələri yadda saxlamaya heç o qədər də ehtiyac yoxdur. Sonra
Gəlirik hansı metoda? Qurtardıq uca, narahat olmayın. Bu axırıncı səhifəmizdir. Sonra gəlirik şəxsi jurnallar. Bunlar müəllim bir növ yəni refleksiya nədir? Dərsin sonunda aparılır. Ona görə çoxu dərsin sonunda aparılan prosesdir. Ona görə refleks deyir. Şəxsi jurnallar bilirsiniz nə üçün lazımdır? Müəllim, şəxsi adından göründüyü kimi. Şagirdə müəllim deyir ki, məsələn, siz özünüz də deyə bilərsiniz ki, uşaqlar, məsəl üçün, həftə ərzində həftəlik gördüyünüz işlər haqqında, təcrübələriniz haqqında qeydlər aparın. Özünüzün bir qeyd dəftəriniz, o jurnal deyil də, ona görə jurnal deyirik, tədris aiddir deyə. Deyirik ki, özünüzün qeyd dəftəriniz olsun. Məsələn, mən bu həftə ərzində hansı təcrübələr apardım, nə öyrəndim, nə əldə etdim, onları qeyd eləyin. Uşaq da həftə sonu, məsələn, müəllimlə paylaşır onu. Həmin təcrübəsini, dəftərini müəllimlə paylaşır ki, müəllim oxuyur ki, uşaq məsələn, bu həftə sonu nə əldə edib, nə öyrənibdir, hansı təcrübələrə yiyələnibdir. Bu olur uşağın şəxsi jurnalı. Yəni müəllim bu şəxsi jurnalı digər uşaqlarla paylaşa da bilər, paylaşmaya da bilər. Yəni paylaşmaq vacib deyil də. Bu da oldu biz şagirdin şəxsi jurnalı. Sonra cümlə kökləri nədir? Müəllimlər, cümlə kökündə də baxın burada müəllim dərsin yekununda, yəni refleksiya, dərsin sonunda hər hansı bir dərslə mövzuyla bağlı cümlənin kökünü verir, əvvəlini verir, deyir axır tamamla. Axırda özün tamamlayasan. Misal üçün, bu fəaliyyətdə tətbiq etdiyin bacarıqlar nə olduğunu özün, hansı bacarıqları tətbiq elədin, özün, nöqtələrin yerini özün dolduracaqsan. Bu mövzu ilə bağlı mənə qaranlıq qalan, məsələn, əvvəli müəllim qoyub, müəllim yazıb. Nöqtələrin yerini sən dolduracaqsan. Yəni, əvvəl başlığı müəllim verir, nöqtə qoyur ki, axırda sən özün, o cümlə kökü də, yəni kökün verir, kökün qoyur, axırda özünüz tamamlayırsınız. Bu da olur cümlə kökləri. Sonra hansı qaldı? Bir dənə qaldı çıxış biletimiz, ondan yekunlaşırıq. Qaldı bir də çıxış biletimiz. Çıxış biletində də o da yəni adından göründüyü kimi çıxış biletində yekunda. Deyir müəllim dərsin sonunda bir neçə sual təqdim edilir şagirdlərə. Şagirdlər də sualları yazılı şəkildə cavab verirlər. Yəni o da dərslə bağlıdır. Şagirdlər dərslərdə yəni şagirdlər nə öyrənibdir, zəif tərəflərin, güclü tərəflərini bilmək, fəallığını öyrənməkdən ötürü məqul asıbmı hiss dərs prosesində görün müəllim. Onu yoxlamaqdan ötürü bu çıxış biletini təyin edir. Deyir məsələn, nümunə veriblər çıxış biletinə. Müəllim sual qoyur, şagird cavab verir. Bu da olur sual hissəsi, cavab hissəsi, çıxış bileti. Vəssalam. Bu da oldu bizim iş üsullarımız. Bu qədər müəllimlər. Yəni sizin məktəbdə uşaqlarla tətbiq edə biləcəyiniz üsullardır. Maraqlıdır. Hansı maraqlı gəlsə, məsələn, indi oxuyarsınız özünüzdə. Hansı maraqlı gəlsə, onu tətbiq eləyərsiniz.